Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün bizim izah edəcəyimiz mövzu qurunun sularından göllər, buzlaqlar, bataqlıqlar, yeraltı sular olacaq. İndi isə hal-hazırda izah etdiyimiz mövzu göllərdir. Görək göl nədir? Deməli uşaqlar, göl hər tərəfdən quru ilə əhatə olunan qapalı su hövzəsinə deyilir və göllər özləri də yaranmasına görə, yəni mənşəvinə görə bir neçə qrupa bölünür ki, bu da ərazinin relyef xüsusiyyətlərindən asılıdır. Bundan əlavə göllər özləri aşağıdakı əlamətlərə görə təsnif olunur. Hansı ki, bayaq dediyimiz kimi mənşəyinə görə, yəni göl çuxuru necə yaranıbdır, su mübadiləsinə görə, duzluluğuna görə və suyunun mənşəyinə görə. Deməli, göl suyunun tərkibi əgər gölün suyunun tərkibi soruşsa bizdən necə yaranır, necə formalaşır? Əlbəttə ki, bunun formalaşması üçün ərazinin iqlim şəraiti, relyefi, yeraltı sular və ora tökülən çaylardan asılı olaraq dəyişir. Bundan əlavə su mübadiləsinə görə göllər iki yerə bölünür. Axarlı və axarsız göllər olur. Nədir axarlı göllər? Əgər gölə çay tökülür və eyni zamanda da çay başlayırsa buna axarlı göllər deyilir. Bildiyimiz bütün şirin sulu göllər hər birisi axarlı göllərdir. Hansı ki, Şimali Amerikada yerləşən Winnipeg'də, Athabasca'dır, böyük göllər qrupudur. Cənubi Amerikada olan Titicaca'dır, Afrikada olan Tanganyika, Victoria gölləri, Avrasiyada Baykal gölləri. Bunlar hər birisi şirin sulu göllərdir. Eyni zamanda Azərbaycan ərazisində olan göllərdən də bizim dağlıq zonamızda yerləşən Göygöl, Maral göl, Zəli göl, Batabatdır, Qanlı göldür, Qara göldür, Candar göldür ki, Böyük Yalagöl, Kiçik Yalagöl, bunlar hər birisi şirin mənşəli göllərdir. Şirin sulu göllər özləri də yağıntıları bol olan ərazilərdə, əsasən də belə götürsək, ekvatorial və mülayim enliklərdə geniş yayılıbdır. Axarsız göllərə gəldikdə isə axarsız göllər əsasən quraq iqlim şəraiti olan ərazilərdə formalaşır ki, və dünyanın ən duzlu gölləri hesab olunur, şorsulu olurlar. Avrasiyada ən duzlu göllərdən Ölü dənizi, Afrikada Assal, Avrasiyada Elton Baskunçok göllərini, Avstraliyada Eir gölünü, Azərbaycan ərazisində isə Abşeron zonasında yerləşən Binəqədi, Masazır göllərinin adını çəkə bilərik. Emişli rayonunda Sarısı gölü, Hacı Qabuldur, Ağ göldür, Acınahır gölləri şorsulu göllər hesab olunur. Gəldik indi gölləri əsasən 4 əlamətinə görə qruplaşdıraq. İlk öncə mənşəyinə görə, göl çuxurunun yaranmasına görə göllər aşağıdakı qruplara bölünür. Tektonik mənşəli göllər, buzlaq mənşəli, uçqun mənşəli, vulkanik mənşəli, axmazlar, laqun mənşəli göllər, relik mənşəli göllər deyəcəyik. Burada hansı göllərin necə yarandığına baxaq. Tektonik əyilmə zonasında yerləşən göllər dedikdə, tektonik proseslər nəticəsində yer səthinin bir hissəsinin əyilməsi zonasında yaranan göllərdir ki, biz bunlara Victoria gölünü deyəcəyik. Çünki sahəsinə görə əyilmə zonasında yerləşən ən böyük göllərdən biridir. Tektonik sınma, yəni Graben mənşəli göllər, hansı ki biz Horst və Graben anlayışını keçmişdik. Şərqi Afrikada böyük sınma zolağı var ki, o zonada yaranan Tanganyika, Nyasa, Rudolf və eyni zamanda Baykal gölünün də adını çəkəcəyik. Buzlaq mənşəli göllər isə əsasən Şimali Amerika və Avrasiya materikinin şimalında yaranan göllərdir ki, bu göllərə biz Venerin, Veterin Avropa ərazisində, Athabasca, Winnipeg, Böyük Kölə, bunlar isə Şimali Amerikanın şimalında yerləşən göllərdir. Uçqun mənşəli göllərdən hansı ki zəlzələ prosesi nəticəsində hər hansı bir dağın belə deyək ki uçması nəticəsində çayın qarşısını kəsməsinə əsasən yaranmışdı ki, məsələn Azərbaycan ərazisində bizim bildiyimiz Gəncə zəlzələsi, Göygöl zəlzələsi zamanı Maral göl, Göygöl, Zəli göl, Ördək gölü yaranmışdı. Bundan əlavə Naxçıvan ərazisində Batabat və Tacikistanda Sarez gölünün adını çəkə bilərik. Vulkanik mənşəli göllərə gəldikdə isə vulkan konusunda yaranan göllərdir ki, Filippində Pinatubo gölünün adını çəkəcək ki, həmin vulkan çuxurunda yaranmışdı. Azərbaycanda isə Böyük Şıxlı, Qara göl göllərinin adını çəkə bilərik. Axmaz mənşəli göllər Çaydərə mənşəli
məşəli göllər isə hansı ki, düzənlik çaylarında meanderlar formalaşan zaman yaranır. Yəni əvvəlki köhnə belə deyək ki, meanderlar ki qalır, onların ərazisi yerində yaranan göllər ki, bunlara da Sarısu, Hacı Qabul, Candar gölünün adını çəkə bilərik. Laqum mənşəli göllərə gəldikdə isə dənizin və okeanın bir hissəsi olan göllərdir ki, yəni bunlara da Venezuela arasında Maracaibo gölünün adını çəkəcək ki, ən çox neft qaz çıxarılan göl hesab olunur. Relik və göllər dedikdə və ya qalıq göllər dedikdə nə zamansa hansısa bir okeanın qalığı hesab olunan göllər ki, Tetis okeanın qalıqlarından Aral və Xəzərin adını çəkə biləcək. Xəzər gölü sahəsinə görə ən böyük göl hesab olunur, ən böyük duzlu göl hesab olunur. Böyüklüyünə görə sadəcə ona dəniz adı verilibdir və dünya okeanına heç bir əlaqəsi olmadığı üçün də göl hesab olunur. Xəzərə bilirsiniz ki, çoxlu çaylar tökülür ki və Xəzərə tökülən bu çaylar özü Xəzər dənizi okean səviyyəsindən -7 metr aşağıda yerləşdiyinə görə bu dənizə tökülən çaylar okean səviyyəsindən aşağıda yerləşən çaylar hesab olunur. Yəni mənsəbi okean səviyyəsindən aşağıda yerləşən çaylar hesab olunur. Ən dərin yeri Lənkəran çökəkliyidir. Bundan əlavə dərin göl hesab olunur. Tanganika və Baykal göllərindən sonra ən dərin Baykaldır, sonra Tanganika, sonra Xəzərin adını çəkəcəyik. Gəldik burada növbəti, burada axarlı və axarsız göllərin quruluşuna. Axarsız gölləri gördüyünüz kimi çay tökülür ancaq heç bir çay başlamır ki, biz bunlara Çad, Eyr, Xəzər, Aral göllərinin adını çəkəcəyik. Axarlı göllərdə isə həm çay tökülür, həm də çay başlayır ki, biz bunlara Baykal, Viktoriya və s. göllərinin adını çəkəcək ki, Baykaldan Ankara çayı başlayır, Viktoriyadan isə Nil çayı başlayır. Burada göllər haqqında məlumatlar verib bizə. Sahəsinə görə ən böyük göl şor sulu olan Xəzərdir. Şirin sulu göllərdən yuxarının adını çəkəcək. Dərinliyinə görə Baykal, Tanganika, Xəzər, ən duzlu Ölü dənizi. Uzunluğuna görə Tanganika, ən yüksəkdə yerləşən gəmiçiliyə yararlı olan isə Titicaca gölünün adını çəkəcək. Uşaqlar, yer kürəsinin əsas göllərini bizə burada veribdir. Bunu bu cürdə öyrənirsiniz. Məsəl üçün, Viktoriya gölü harda yerləşdir? Yerləşdiyi materik və ölkələr Afrika, Kenya, Tanzaniya, Uganda. Bu gölləri mütləq şəkildə öyrənmək lazımdır. Su mübadiləsinə görə axarlıdır, suyunun tərkibində şirin sulu göldür. Bunu mütləq əzbərləyirsiniz, başqa çarəniz yoxdur. Sonra gəldik Tanganika gölünün adını çəkəcəyik ki, bax bu hissəsi, bu hansı ki vacib olanları mən sizin üçün burada qeyd eləyirəm. Bunlar öyrənməlidir. Bax bu vacibdir. Bunun öyrənmək lazımdır. Nə üçün? Çünki yerləşdiyi materiki biləcəksiniz, amma hansı ölkələrin sahillərini yuyur bunu bilməyəcəksiniz. Mütləq şəkildə bunları bilmək lazımdır. Yenə də deyirəm, Viktoriya düzdür Afrikada yerləşir, əyilmə zonasında yerləşən göldür. 3 ölkənin sahillərini yuyur, Kenya, Tanzaniya, Uganda. Tanganikaya gəldikdə isə Burundi, Tanzaniya, Zambiya, Kongo kimi ölkələrin ərazisini yuyur. Nyasa gölü Afrikada yerləşən şirin sulu axarlı göldür. Tektonik sınma zonasında yerləşir və 3 ölkənin Malawi, Mozambik, Tanzaniyanın ərazisini yuyur. Çad gölü eyni ilə qalıq mənşəli göldür, axarlıdır, şirindir. Afrikada yerləşir. Kamerun, Niger, Çad, Nigeriya kimi ölkələrin sahillərini yuyur. Tana gölü isə Afrikada yerləşən Efiopiya ölkəsinə məxsusdur. Uçqun mənşəlidir, axarlıdır, şirindir. Sarez də eyni ilə uçqun mənşəlidir, axarlıdır, şirindir. Tacikistan ərazisində yerləşir. Baykal gölü isə sınma zonasında yerləşən, yəni tektonik sınma mənşəlidir, axarlıdır, şirindir. Rusiya ərazisində yerləşir. Ladoqa gölü buzlaq mənşəli, Onega, sonra Taymır, Venerin, Veterin bunlar hamısı buzlaq mənşəli göllər hesab olunur və yerləşdiyi ölkələrə gəldikdə isə Ladoqadır, Onega, Taymır Rusiya ərazisində yerləşir. Venerin, Veterin isə İsveç ərazisində yerləşən göldür. Bundan əlavə İnaridə buzlaq mənşəli, Saymada buzlaq mənşəli göllərdəndir. İnari, Sayma, Finlandiya ərazisində yerləşən göllər hesab olunur. Tərkibinə görə isə şirin sulu və axarlı göllərdir.
Balaton gölü var. Tektonik mənşəli göllərdən hesab olunur. Axarlıdır, şirindir. Macarıstan ərazisində yerləşir. Xubsungul gölü var. Monqolistan ərazisində yerləşən tektonik mənşəlidir. Axarlı, şirin göllərdən hesab olunur. Sonra isə Upsunur yenə də Monqolistan ərazisində yerləşir. Xubsugulla Upsunur eyni tərkibli, eyni mənşəli göldür. Hər ikisi də Monqolistan ərazisində yerləşir. Sonra Titicaca və Popo gölləri var ki, hər ikisi də tektonik mənşəli, axarlı, şirin sulu göllərdir. Titicaca Bolivya, Peru sərhəddində, Popo isə yalnız Bolivya ərazisində yerləşir. Yuxarı göl Huron gölü, Michigan, Erie, Ontario, Böyük Ayıq, Böyük Kölə, Winnipeg, Athabasca bunlar hər birisi Şimali Amerikada yerləşən göllərdir. Sadəcə düzdür, yaranmalarına, mənşələrinə görə, suyun tərkibinə görə eynidir, hər birisi oxşardır, amma yerləşdiyi ölkələrdə müəyyən qədər fərqlər var. Hansı ki biz Huron, Michigan gölləri, ilk öncə başlayaq Yuxarı və Huron göllərinə. Yuxarı və Huron gölləri ABŞ-Kanada sərhəddində yerləşir. Michigandır, ABŞ-da yerləşir. Erie'də ABŞ-Kanadada, Ontario ABŞ-Kanadada, Böyük Ayıdır, Böyük Kölə, Winnipeg, Athabasca isə Kanada ərazisində yerləşən şirin sulu, axarlı, buzlaq mənşəli göllər hesab olunur. Sonra davam edirik burada. Deməli, Elton gölü var ki, Eltondur, basqın çoxdur. Hər ikisi də Rusiyanın ərazisində yerləşən duzlu göllər hesab olunur. Sonra tektonik mənşəli göllərdir. Xəzər gölü bilirsiniz ki, qalıqdır, mənşəyinə görə axarsızdır, duzludur. Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya, İran ərazisində yerləşir. Aral gölü isə eyni tərkibə malikdir. Avrasiya, Qazaxıstan ərazisində yerləşir. Sonra Sarıqamış gölü var ki, daha doğrusu Aral gölü üzülü sayın Qazaxıstan, Özbəkistan ərazisində yerləşir. Özbəkistan deməyi unutdum. Sonra burada Balxaş gölü var. Balxaş gölü Qazaxıstan ərazisində yerləşən duzlu mənşəli axarsız göllərdəndir. Sarıqamış gölü isə Özbəkistan, Türkmənistan sərhədində yerləşən tektonik mənşəli axarsız duzlu göl hesabı olunur. Türkiyənin ərazisində yerləşən Van Tuz gölləri var ki, bunlar da tektonik mənşəli duzlu axarsız göllər hesab olunur. Kukunor gölü var ki, Çinin ərazisində yerləşir. Bu da axarsız duzludur. Labnor gölü də Çinin ərazisində eyni tərkibə malikdir. İssıqul gölü Qırğızistanda eyni quruşa tərkibə malikdir. Urmiya gölü İranda yenə də eyni axarsızdır, duzludur, tektonik mənşəli göllərdir. Böyük duzlu Şimali Amerikada ABŞ-da yerləşir. Maracaibo, Venezuela, Kolumbiya ərazisində Cənubi Amerikada axarsız duzlu laqum mənşəli göldür. Qalıq mənşəli göldə Avstraliyada yerləşir. Rudolf tektonik graben axarsız duzlu Afrikada yerləşir. Efiopiya, Kenya ərazisində. Ölü dəniz var ki, Avrasiya materikində yerləşir. Bu da axarsız duzlu göl hesab olunur. İsrail və Yordaniya sərhədində yerləşən göldür. Burada bizə göllərin yerini göstəribdir. Mütləq bunların hər birisinə baxırıq, öyrənməyə çalışırıq. Bilirəm çətindir, amma yenə də əlimizdən gəldiyi qədər öyrənəcəyik. Bir baxaq hamısına burada. Deməli, Avrasiya materikində yerləşən ilk öncə Avropa ərazisində Inari Sayma gölləri var ki, biz bunu dedik ki, Filippinin ərazisində yerləşən göllər hesab olunur. Buradadır. Venerin, Vetterin gölləri var ki, İsveçdə yerləşir. Sonra Çud gölü var. Ladogo, Onego, Elton, basqın çoxdur. Çanıdır. Baykal gölüdür ki, bunlar Rusiyanın ərazisindədir. Boden gölü var. Almanya ərazisində. Cenevra, Fransa, İsveçrə, Almanya ərazisində. Garda, İtaliya gölü, Baladon, Macaristanda yerləşir. Sonra Van gölü, Tuz gölü Türkiyənin ərazisində. Ölü dəniz İsrail, Yordaniyanın ərazisində. Aral, Qazaxıstan, Özbəkistan ərazisində. Balxaş, Qazaxıstan ərazisində. Upsunur, Xubsugul, Monqolistan ərazisində yerləşən göllərdir. Lobnordur, Kukunordur. Biz bunları dedik ki, Çinin ərazisində yerləşən duzlu göllərdəndir. İssikul Qırğızistanda yerləşən, Sarı isə Tacikistanda yerləşən duzlu göllərdən hesab olunur. Sonra davam edirik. Növbəti Şimali Amerika materikinin göllərinə baxacağıq.
Deməli, Şimali Amerikanın materikinin göllərində yerləşən buzlaq mənşəli göllərdən Böyük Yayı, Böyük Gölə, Atabaska, Winnipeg göllərini deyəcəyik. Digər hansı ki böyük göllər qrupu var, o böyük göllər qrupuna baxaq. Böyük göllər qrupuna 5 dənə göldür. Sayəsinə görə yuxarıdır. Sonra Hurondur, Michigan, Erie, Ontario göllərinin adını çəkəcəyik ki, Böyük Duzlu gölü var ki, Böyük Hövzə dediyimiz ərazidə, Nikaragua gölü var ki, Nikaragua ölkəsində. Bunlar da Şimali Amerikanın gölləri hesab olunur. Avstraliya materikinin göllərinə gəldikdə isə biz burada Avstraliyanın şimalında yerləşən sahəsinə görə seçilən Argyle gölünün, bundan əlavə cənubunda Çəhrayı Hiller gölünün adını çəkəcəyik. Mərkəzində Eyre gölü var, -16 metr dərinlikdə yerləşən Torrens, Gardner gölləri var. Gordon gölləri var ki, Tasmaniya adasında. Yeni Zelandiya isə Taupo gölünün adını çəkmiş olacaq. Cənubi Amerikada elə çox göl yoxdur, amma yenə də buna toxunacaq ki, sahəsinə görə qalıq deməyək, laqum mənşəli göl olan Venezuela və Kolumbiya ərazisində yerləşən Maracaibo gölünün adını çəkəcək. Titicaca, Bolivia, Chile sərhəddində, Popeye isə yalnız Bolivia ərazisində yerləşir. Bundan əlavə Salinas, Chicas göllərinin də adını çəkmiş olacaq. Afrika materikinin göllərinə gəldikdə isə sahəsinə görə Victoria gölü seçilir, əyilmədə yerləşir. Sınma zonağında yerləşən Rudolfdur, Tanganyika, Nyasa göllərinin adını çəkəcək. Tana gölü var orada, Mavi Nilin başladığı. Bir də Çad gölü, Şari çayının töküldüyü göl deyəcək, yalnız okean səviyyəsindən yuxarıda yerləşirdi. Burada Maracaibo gölü haqqında maraqlı məlumat var. Deməli, Maracaibo gölünün üzərində hər il belə deyək ki 1,6 milyon dəfə, yəni hər gecə 7-10 saat şimşək çaxır ki, bunun da səbəbi hansı ki Ant dağlarından gələn hava kütlələri ilə yerli bataqlıqdan qalxan metan qazının toqquşması ilə izah edilir. Və buna görə də şimşəklər çaxır və şimşək 400 kilometr uzaqlıqdan görünür. Bu da ətraf sulardan üzən gəmilər üçün bir təbii mayaqdır. Bir də Maracaibo gölünə Catatumbo çayı tökülür. Maracaibo gölü neft ehtiyatına görə, neft hasilətinə görə seçilən göllərdəndir. Göl çuxurlarına fikir versək, burada birinci gördüyümüz göl çuxurlarına Graben'də yerləşən göllərdir. İkinci çaydərə axmaz mənşəli gölləri görürsünüz, hansı ki meandr dediyimiz. Vulkanik mənşəliləri vulkan konusunda yaranmış göllərdir. Uçqun mənşəli də hansı ki zəlzələ prosesi zamanı hər hansı bir uçqun nəticəsində yaranmış göllərdir.